10 il öncə Avropanın şərqindən bir məşəl alovlandı və qitənin idman tarixində yeni bir parlaq səhifə açdı. Bu məşəl tək stadionlara, idman arenalarına deyil, milyonlarla insanın qəlbinə də nur saçdı. Bu sadəcə bir idman tədbiri deyildi. Bu, birlik, ruh və gələcəyə inamın təntənəsi idi. İndi isə bir 10 illik sonra o alov yenidən alışır, xatirələri canlandırmaq və bu irsi gələcək nəsillərə ötürmək üçün. ...2012-ci ildə belə bir məsələ qoyuldu ki, ilk Avropa oyunları keçirilsin. Və İtaliyada, Roma şəhərində keçirilən iclasda qərara gəlindi ki, bu oyunlar Bakıda keçirilsin. İtaliyada keçirilən Avropa Baş Assambleyasında iki məsələ birdən qoyuldu. Avropa oyunlarının təsdiq edilməsi və ilk Avropa oyunlarının Bakıda keçirilməsi. Yəni buna bir yerdə səs verdilər. Bakıdan bu oyunları keçirməyə hazır olduğu artıq hamıya məlum idi. Hamı inanırdı ki, Bakı bu oyunları keçirilə bilər. Və bilirsiniz ki, Olimpiya oyunlarını keçirmək üçün yarışlar, seçimlər 9 il əvvəldən başlayır. Amma bizim o zaman Avropa oyunlarını keçirmək üçün cəmi 3 il vaxtımız qalırdı. Və 3 ildə bu oyunları hazırlamaq həqiqətən çətin məsələ idi və hər bir ölkə bunun altına girə bilməzdi. Ona görə hətta məsələ elə qoyulurdu ki, əgər Bakı razı olmasa, Bakı 15-ci ildə Avropa oyunlarını keçirməsə, 15-ci ildə ümumiyyətlə keçirilməsin, saxlanılsın 17-ci ilə. Bakı, Cənab Prezidentin deməli, razılığı ilə, onun təkidi ilə bu oyunları ev sahibi etməyə razılıq verdi və 2012-ci ilin dekabr ayında yadımdadır, müqavilə imzalandı. Avropa Olimpiya Komitələri ilə Azərbaycan Olimpiya Komitəsi arasında və bu oyunlar belə deyək də baş tutdu. Azərbaycanın artıq o vaxt mötəbər idman yarışları keçirilməsində təcrübəsi, Azərbaycanın müəyyən qədər infrastrukturunun hazır olması və Azərbaycan idmançılarının beynəlxalq arenada uğurlar qazanması əlbəttə ki, bu məsələnin müsbət təsdiq olunmasına şərait yarandı. Siz düz buyurursunuz, Azərbaycan bu dövrə qədər beynəlxalq yarışlar keçirmişdi, dünya çempionatları, müxtəlif idman növləri üzrə keçirilmişdi. Lakin Azərbaycanda heç vaxt multi-idman yarışları olmamışdı. Yəni bu səviyyəli, bu miqyaslı yarışlar olmamışdı və Azərbaycan bu yarışları keçirdi və çox uğurla həyata keçirdi.
mən açıq deyim, o zaman bizdə beynəlxalq səviyyəli belə multi oyunların, multi idman yarışlarının keçirilməsi üzrə mütəxəssislər yox idi. Burada təkcə oyunlar deyil, təkcə yarışlar deyil. Burada əsas problemlər idmançıların, 6000 idmançının, təkcə idmançının sayı 6000 idi, 6000-ə yaxın idi. Qəbul edilməsi, yerləşdirilməsi, oyunların kəndinin yaradılması, bu insanların eyni vaxtda deməli, yemək, içməklə təmin olunması, idman qurğularını lazımi səviyyəyə gətirilməsi, təhlükəsizlik məsələləri, bir çox məsələlər vardır ki, məsələnin bu ilk baxışda heç idmanla bağlılığı yoxdur. Yəni, catering məsələsidir, bunun idmanla birbaşa bağlılığı yoxdur. Təhlükəsizlik məsələsidir, qonaqların qarşılanması, yola salınması, yerləşdirilməsi. O zaman Cənab Prezident çox düzgün bir qərar qəbul etdi. Yadınızda yeni tikilən bir şəhərcik var idi. Deməli, Köroğlu metrosu ilə üzbəüz. O istifadəyə verilməmişdi. Orada tam şəkildə deməli, Təşkilat Komitəsinin ixtiyarına verdilər və Təşkilat Komitəsi orada deməli, oyunların kəndini yaratdı və bugünə kimi də deyirlər ki, bu kənd hətta Olimpiya oyunlarının kəndindən də yüksək səviyyəli bir kənd idi. Azərbaycan Avropanı qəbul etməyə hazırdır və əminəm ki, dünya miqyasında ən gözəl oyunları biz keçirəcəyik. Baxmayaraq ki, oyunların hazırlanması üçün cəmi 2 il yarım vaxtımız var idi. Ancaq xalqımız öz gücünü göstərdi, dövlətimiz öz gücünü göstərdi və qısa müddət ərzində dünya səviyyəli, yay Olimpiya oyunlarının səviyyəsində biz oyunları hazırlamışıq və uğurla keçiriləcək. Və deyə bilərəm ki, bütün Olimpiya kəndlərində mən 2000-ci ildən bugünə qədər olmuşam. Bakıda yaradılan şərait heç bir başqa yerdə olmuyor. Bax, bu atletlər kəndi bir memarlıq əsəridir. Və bizim komandamız artıq burada yerləşib, xarici qonaqlar da gəlir və xüsusilə qeyd olunur ki, qısa müddət ərzində belə gözəl şəraitin yaradılması əlbəttə ki, tarixi nailiyyətdir. Problemlər çoxdur, müzakirələrə gedirdi. Bir çox idman növlərinin salınması, salınmaması məsələsi beynəlxalq federasiyalarla deməli, müzakirələr olunurdu. Bəzi federasiyalar bu oyunları istəmirdilər, yəni qarşı çıxan məsələlər də olurdu. O zaman hətta Avropada yadınızdadsa bu oyunlara alternativ bir Avropa Çempionatları Birliyi kimi bir şey də yaratmışdılar ki, məsələn, Britaniyada keçirdilər orada, bir neçə Avropa Çempionatının eyni yerdə keçirilməsi. Yəni, çox problemlər oldu, siyasi problemlər oldu. Bizə qarşı çıxış edənlər çox oldu. Yəni, bütün bu çətinliklərə baxmayaraq, biz deməli, həm idman proqramını düzgün təşkil edə bildik, tərtib edə bildik, həm də biz öz idmançılarımızı bu oyunlara yaxşı hazırlaşdıra bildik. Azərbaycan demək olar ki, ən güclü heyətlə bu oyunlarda çıxış etdi və böyük uğur qazandı.
hər bir iştirak edən Azərbaycan idmançısı istəyirdi ki, qələbə qazansın. Əlbəttə, Avropanın ən güclü oyunları ilk dəfə keçirilirdi. Mən də çox xoşbəxtəm ki, Avropa oyunlarının ilk günündə mən mübarizə apardım və qızıl medalın sahibi oldum. Çox istəyirdik ki, bizim ölkəmizi layiqincə təmsil eləyək. Çünki öz vətənimizdəyik, evdəyik və şükürlər olsun ki, yəni maşallah olsun, idmançılarımız yetəri qədər medallar qazandı. Avropa oyunlarının başlamasından bir 2-3 gün öncə Cənab Prezident bizi atletlər kəndində qəbul elədi, bizlərlə görüşdü, bizə motivasiya verdi və məndən bir sual verdi ki, deyək, bəs Rəsul, sən çəkində bura erməni idmançısı gəlib, dedim, Cənab Prezident, yəni bütün çəkillərdə var, amma mənim çəkimdə artıq gətirməyiblər. Yəni, mənim üçün xüsusi diqqət bir motivasiya idi və İlk Avropa oyunlarının açılış mərasimində iştirak etmək qismət olmadı. Çünki ilk günü mən çıxış edirdim. Amma möhtəşəm qələbə Allah mənə qismət elədi. Ən yadda qalan anlardan biri karate yarışlarında oldu. Xəbər gəldi ki, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Thomas Bach karate yarışlarına gəlir və şəxsən Rafaellə görüşmək istəyir. Yəni, Thomas Bach'ın bu yarışlara gəlməsi, hələ Rafael çıxış etməyib, hələ çempion olmayıb, heç nə məlum deyil. Gəlib Rafaellə görüşməsi, onunla tanış olması xüsusi bir məqam idi. Yəni, bu məqam həddindən çox qiymətli idi. Yəni, Olimpiya idman növü olmayan bir yarışa Beynəlxalq Olimpiya Komitəsinin prezidentinin məhz Rafaelə görə gəlməsi və onunla tanış olması həqiqətən də qürurdurucu bir şeydir. İkinci bir fakt yadıma düşür, o da çox maraqlı oldu, boks yarışlarında baş verdi. Yadınızdadırsa, ağır çəkilərdən biri idi. Erməni əsilli bir idmançı, səhv etmirəmsə, Ukraynanı təmsil edən bir idmançı gümüş medal qazandı. Və o zaman bu idmançıların tərtib etmə mərasimin başlamalı idi və bir həyəcan yaşandı. Prezidentin tərtib etməsi nəzərdə tutulurdu və bəzi insanlar, adlarını çəkmək istəmirəm, prezidentə dedilər ki, orada erməni var, bəlkə siz getməyəsiniz. Prezident dedi, yox, mən gedəcəyəm, mən tərtib edəcəyəm və Çingiz mənimlə gələcək. Biz ikimiz çıxdıq bu erməni idmançısını tərtib etməyə. Cənab Prezident medalı tərtib edirdi, mən gülü tərtib edirdim və bütün dünyanı gəzən orada bir kadr vardı ki, erməninin adı çəkiləndə, belə deyildi, bütün zal, o da böyük bir zal idi, fit çalmağa, məndən qışqırmağa başladılar. Bunu görən Cənab Prezidentin bir əl hərəkəti ilə zal tamamilə deməli, sakit oldu. Cənab Prezident binaları tərtib edəndən sonra alqış sədaları ucaldı. Ukrayna'nı temsil eden gümüş medal mükafatçısı, the winner of the silver medal representing Ukraine, Gevorg Manukyan.
beynəlxalq idman qurumları bizə inanırdılar. Yəni bizim bu oyunları keçirə biləcəyimizə ümid edirdilər. Amma onlar da bilmirdilər ki, biz bu oyunları belə yüksək səviyyədə keçirəcəyik. Yəni biz onları da təəccübləndirmişdik. Amma digər beynəlxalq qurumlar, siyasi qurumlar, mən deyərdim, bizi istəməyən qüvvələr, onlar bu oyunların əleyhinə çox cəhdlər göstərdilər, çox yazılar yazıldı, çox verilişlər oldu. Biz məcbur olduq bunlara cavab verməyə. Hətta Brüsseldə o zaman Avropa Olimpiya Komitəsinin prezidenti bir Avropa Şurasının üzvləri ilə bir tədbir keçirtdi və bizi də o tədbirə dəvət etdi ki, gəlin sübut eləyin bu alara ki, siz bu oyunları keçirməyə layiqsiniz və keçirə biləcəksiniz. It is a great honor for me to contribute. Avropa oyunlarının 10 illik yubileyinə həsr olunmuş tədbirlərə töhfə vermək mənim üçün böyük bir qürur və sevincdir. Bu oyunlar həm Bakının, həm də Azərbaycanın möhtəşəmliyini bayram kimi nümayiş etdirən mühüm bir hadisə oldu. O vaxtdan bəri Avropa oyunları daim inkişaf edib və növbəti dəfə İstanbulda, Türkiyədə keçiriləcək. Sonda isə bu oyunların uğurla reallaşmasında göstərdikləri misilsiz dəstəyə görə Azərbaycan Respublikasının prezidentinə və birinci xanıma dərin minnətdarlığımı və ən səmimi təşəkkürlərimi bildirmək istərdim. Bu oyunlar Avropanın gənc idmançıları üçün Bakını və sizin gözəl ölkənizi kəşf etmək baxımından əla fürsət oldu. Success of the games. Bütün olimpiya komitələri Azərbaycanda keçirilən, mən Avropa Olimpiya Komitələrini deyirəm, Azərbaycanda keçirilən bu oyunları çox yüksək qiymətləndirdilər. Və mən deyərdim ki, bugünə kimi bir çox idman mütəxəssisləri Azərbaycanda keçirilən Avropa oyunlarını olimpiya oyunları ilə müqayisə edirlər və bəzi olimpiya oyunlarından daha üstün tuturlar. Dear friends, salam. Bakı 2015 Bakı 2015 Avropa Olimpiya Hərəkatı üçün tarixi bir məqam oldu. Avropa oyunlarının ilk dəfə keçirilməsi cəsarətli və iddialı bir layihə idi. Bu layihənin həyata keçirilməsi Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın, həmçinin Azərbaycan xalqının misilsiz səyləri sayəsində mümkün oldu. Bu anları bu gün də çox yaxşı xatırlayıram. Hər bir arenada, küçədə və bayram tədbirində hiss olunan enerji, qürur və ehtiras hələ də yaddaşımdadır. Avropanın dörd bir yanından 5000-dən çox idmançı yalnız rəqabət aparmaq üçün deyil, həm də uzun müddətli dostluq və xoş xatirələr yaratmaq üçün bir araya gəlmişdi. Bu dönüş nöqtəsi idi. Avropanın birliyinin və uzaqgörənliyinin nələrə qadir olduğunu dünyaya nümayiş etdirdi. 10 il keçsə də Bakı 2015-in qoyduğu iz bu gün də ilham mənbəyi olaraq davam edir. Bu oyunlar gələcək tədbirlər üçün yeni bir meyar müəyyən etdi və sübut etdi ki, ən iddialı xəyallar belə cəsarət və qətiyyətlə gerçəyə çevrilə bilər. Azərbaycanlı dostlarımıza bu əlamətlər ildönümü münasibəti ilə səmimi təbriklərimizi çatdırıram. İdmanın gücünə olan sədaqətiniz və onu həyata keçirdiyiniz üçün təşəkkür edirik. Siz olimpiya tarixində silinməz bir iz qoydunuz və bu iz heç vaxt unudulmayacaq. Təşəkkür edirəm. whose absence left an irreplaceable void in European sport. Mən sizə deyim ki, o gündən sonra Azərbaycanın hər hansı bir iri miqyaslı
idman yarışını keçirmək üçün problemi qalmamışdı. Heç bir problemi qalmamışdı. Əvvəl mənim yadımdadır, 2000-ci illərin əvvəlində, 90-cı illərin sonunda biz A kateqoriyali bir idman yarışı da keçirə bilmirdik. Uzaqbaşı B kateqoriyali hansısa bir idman yarışı verirdilər Azərbaycana və dedilər ki, bu sizin maksimumunuzdur. Avropa oyunlarından sonra bizə yalvarmağa başlayırdılar sözün əsl mənasında ki, filan ölkə bu yarışı keçirə bilmir. Siz öz öhdənizə götürə bilərsinizmi? Siz bilir ki, hazırlıqsız da bu yarışları keçirə bilərsiniz. Yəni, səviyyə bu dərəcəyə qalxmışdır. Salam to everyone in Azerbaijan. Azərbaycan xalqına və Bakıya salamlarımı göndərirəm. 2015-ci ildə keçirilmiş ilk Avropa oyunlarının 10 illik yubileyi münasibəti ilə sizi ürəkdən təbrik edirəm. Bu mötəbər tədbirin uğurla təşkili üçün çalışan komandanın bir üzvü olmaq mənim üçün böyük şərəf, məsuliyyət və məmnuniyyət oldu. Əminəm ki, bu oyunlar Azərbaycanın ev sahibliyi edəcəyi çox sayılı beynəlxalq tədbir və yarışların yalnız başlanğıcıdır. Londondan ən xoş arzularımı göndərir, gələcək fəaliyyətlərinizdə uğurlar diləyirəm. Təşəkkür edirəm. All the best for the future. Biz bəlkə də çox yeni obyektləri yaratmadıq. Çünki deyirlər ki, çox pul xərcləndi, infrastruktur yarandı. Olimpiya stadionu onsuz da tikilirdi. Crystal Hall onsuz da hazır idi. Ən böyük sərmayə ondan ibarət oldu ki, biz mövcud olan, lakin səviyyə cəhətdən yaramayan idman obyektlərinin çoxsunu təmir etdik. Azərbaycanda artıq bir zal deyil, bir neçə idman qurğusu, beynəlxalq yarışlara qəbul edən idman qurğusu ərsə çıxdı. Avropa oyunlarından sonra bir konferans keçirildi Bakıda və mən də o konferansda iştirak edirdim. Və mənə bir sual verildi. Beynəlxalq konferansı idi, yəni panel konferansı idi. Sual verildi ki, Avropa oyunlarından infrastrukturuna bu qədər pul xərclənir. Yəni, bu özünü doğruldurmu? Mən onda cavab verdim ki, bilirsiniz, Avropa oyunları keçirildi. Bizim 2 ildən sonra İslam oyunlarımız var. Biz bu infrastrukturu təkcə Avropa oyunları üçün yaratmamışıq. Bu infrastrukturu həm də İslam oyunları üçün yaratmışıq. Həm də İslam oyunlarından sonra gələcəkdə keçirilən yarışlar üçün yaratmışıq. Əgər siz bu xərclənən məbləği bu oyunların hamısına bölsəz, siz görəsiniz, biz çox az miqdarda bir vəsait xərcləmişik infrastruktura. Avropa oyunları bizə yarışların təşkilatçılığını öyrətdi. Bizdə böyük mütəxəssislər nəsli yarandı. İstər nəqliyyatla bağlı olsun, istər qida məsələlərlə bağlı olsun, istər başqa məsələlərlə bağlı olsun. Böyük bir qrup yarandı ki, bu qrup, bu insanlar, o zaman fəaliyyət görən insanlar Avropa oyunlarından sonra bir çox beynəlxalq tədbirlərdə iştirak ediblər, işləyiblər və ən böyük işimiz isə bizim könüllülər oldu. Mən nə təcrübə aldım? Mən könüllülərlə, böyük bir kütləvi sayda könüllülərlə işləmək,
böyük auditoriya ilə yalnız səhnədə publika olaraq deyil, günlük təmas saxlamaq, təşkilatlıqda müxtəlif cəmiyyətə faydalı ola biləcək, könüllüləri, gəncləri və idmanı maraqlandıra biləcək mövzularda biz bir yerdə olurduq. Daimi bir dialoqda olurdum. Bu mənim bir təşkilatçılıq qabiliyyətimi üzə çıxartdı, böyük həvəsimi üzə çıxartdı. Avropa oyunlarına qədər Azərbaycanda könüllü hərəkatı demək olar ki, yox idi. İlk könüllü hərəkatları, güclü könüllü hərəkatları məhz Avropa oyunları ərəfəsində başladı. Və ondan sonra bizdə bu irs qaldı, bu könüllülər irsi qaldı. Bugün də bu davam edir. Mən deyərdim ki, oyunlardan əvvəl məndən soruşsaydılar ki, sizin ən çox qorxduğunuz nədir? Bu oyunların keçirilməsi zamanı. Mən iki məsələni qeyd etmişdim, o vaxtda deyirdim. Bir, könüllülərin fəaliyyəti. İkincisi də tamaşaçılar, tamaşaçıların aktörlüyü. Mən deyərdim ki, bu oyunlarda hər iki cəhətdən Azərbaycan üzü ağ, alnı açıq çıxdı. Arenalar doluydu, hər idman növündə, hər belə deyək, bizim vətəndaşımız bizi qarşılayırdı, hər zaman bizi dəstəkləyirdilər və onların da dəstəklərindən ilham alaraq da biz də hər zaman irəli gedirdik və gözəl medallar qazandıq. Çox qürur verici bir xatirələrdir. Hər dəfə yadımıza düşəndə çox sevinirik və belə deyək də bir tarix yazdıq. İlk xəbər alanda ki, mən səfirlərdən biri olacağam, bu əlbəttə ki, məni çox həyəcanlandırdı və hələ mənim üçün bir açılmamış bir kitab idi. Nə olacaq Avropa oyunları, nə baş verəcək? Mən təbii ki, anlayıram, fərqinə varıram ki, bu idman tədbiridir, tədbirləridir. Bütün dünya bizə qonaq gəlir. Və hətta bu mövzudan ilhamlanaraq Bakımın üzü gülür mahnısını ərsəyə gətirdik və mən bunu tək ifa eləmədim. Mən bir bəstəkar və ifaçı olaraq bu layihədə iştirak elədim. Eləcə də Avropalı həmkarımız Kelly Joyce, hansı ki, məsələ bir Avropalının gözü ilə onun dilində, Azərbaycan dilində oxutduq ona mahnıdakı hissələri. Bakımın üzü gülür oxuduq. Mənim Bakımın üzü gülür, səmadan yerə nur tökülür bizə yarışlara. Dostlar gələr, üzü güləşə gedir yollar, uca zirvələr bizim onlar, hədəfimiz qələbələr. We are lighting you eternal flame, we are starting European games and we want to welcome all our friends. We are trying to reach our aims, and the history writes our names. If we can do this, let's back who keep this success. We are starting European games. İdman birləşdirir, idman xalqları birləşdirir, idman millətləri, mədəniyyətləri birləşdirir, deyirlər incəsənət birləşdirir və onu ilə yanaşı idman da eyni gücə malikdir. İdman və incəsənət bir olanda bu daha böyük güc olur və mən də xoşbəxtəm ki, məhz incəsənət nümayəndəsi kimi belə bir mötəbər idman yarışının bir hissəsi oldum. Mən sevinirəm ki, belə bir mötəbər yarış ilk olaraq Azərbaycanda, Bakıda keçirilmişdi. Artıq 10 illik yubileyini qeyd edirik. Sanki dünən olmuşdu bu oyunlar və ondan sonraki oyunlarda həyəcanla izləyirdim və bundan növbəti yarış artıq 4-cü səfər Türkiyədə keçiriləcək. İnşallah mən öz idmançılarımıza növbəti oyunlarda uğurlar arzulayıram. Bizdən sonra
Bu Avropa oyunları Belarusya'da geçirildi. Sonra 23. ildə Avropa oyunları Polşada keçirildi və növbət Avropa oyunları deməli Türkiyədə keçiriləcək. Yəni Avropa oyunları artıq öz yaşamaq hüququnu qazanıb. Amma qeyd etmək lazımdır ki, bu elə də asan başa gəlməyib. Məsələn, Belarusya'da keçirilən Avropa oyunları, yəni Belarusiya Avropa oyunlarını keçirmək istəyirdi, amma onun problemi var idi. Çünki həmin il Belarusya'ya EOF adlı yarış salmışdılar. Yeniyetmələrin Olimpiya festivalini. Və Belarusiya deməli seçim qarşısında qalmışdı. Belarusiya deyirdi ki, biz Avropa oyunlarını keçirmək istəyirik, amma bizim bu yarışımız var. Bu zaman Azərbaycan öz təklifi ilə irəli gəldi. Azərbaycan dedi ki, sən Avropa oyunlarını keçir, biz heç bir hazırlıqsız, illərlə hazırlaşmağa tələb olunan EOF yarışını, Avropa Olimpiya Festivalini 19-cu ildə Bakıda keçirdərik. Və o yarışı da biz çox yüksək səviyyədə Bakıda keçirdik. İkinci Avropa oyunları Belarusya'da baş tuttu. Sonra üçüncü Avropa oyunları baş tuttu. Dördüncü Avropa oyunları İstanbul'da geçirilecek ve Avropa oyunların artık özünü təsdiqləyib. Və bizim için fəxr edici odur ki, ilk Avropa oyunları məhz Bakıda olub. On il sonra biz təkcə həmin oyunları xatırlamırıq. Biz bir xalqın ruhunu, bir qitənin birliyini və gələcəyə ümidini qeyd etdik. Bəli, Bakıdan bütün Avropaya nur saçan həmin alov sönmədi. O hələ uzun illər gələcək nəsillərə yol göstərəcək.